Salamlar millət, Abbaszadə TV'nin yeni videosunda sizi salamlayıram. Mən Məhəmməd Abbaszadə. Bugün sizi açığı maraqlı bir yerə gətirmişəm. BMW'nin işlənmiş maşınlarının satıldığı bir məntəqədir. Azərbaycanlıların da çox böyük maraq dairəsində olan BMW X5 X-Drive dizel. Bu avtomobilin Almaniyadakı satış qiyməti bu arada 2022-ci ildir. 63.904 avrodur. Və aylıq ödənişlərdə 609 avroya bu avtomobilə misal üçün sahib olmaq olar. Avtomobilin kilometri 60.000 probeqdədir. Bu demək ki, bu avtomobil bundan öncə leasingdə olub və çox güman ki, illik 20.000 probeqlərə bölərək hal-hazırda 60.000 kilometr tam olduqdan sonra artıq ikinci əl kimi çıxarılıb yenidən satışa, yəni işlənmiş maşın kimi. Ona görə də qiymət deyərdim ki, BMW-nin özünə sərf etsə də, misal üçün leasingdə ilk dəfə kim onu sürübsə o qədər də sərf eləməyib açığına, babat pul itirib. Yenə bir X5 var burada, X-Drive 40D, 2022-nin avtomobilidir, 71.995.000 avroyadır bu avtomobilin qiyməti. Görürsünüz, Almaniyada da avtomobili açığı o qədər ucuz deyirlər. Görünüşü amma yaxşıdır bu arada, yaxşı təmiz qalıb. Belə bir avtomobildir. Bu ikinci əl deyil, bu bizim Məhəmmədin Kia Proceed'idir. Baqa nə tərsən? Kia Proceed'in tanıtım videosunu burada yerləşdirəcəm, istəyənlər baxa bilər. Bu BMW X4. 60.000'dir. Bu da sürülüb. 4 ilə 50.000 sürülüb. BMW X4M'dir bu arada bu 2021-ci il 58.905 avroya, aylıq 495 avro ödəməklə bu avtomobilə sahib ola bilərsiniz. Əvvəllər bilirsən də 2-3% burada avtomobil sahibi olurmuşlar. BMW iX3 modeli aylıq 379 avro ödəməklə bu avtomobilə sahib ola bilərsiniz. 43.404 avro nağd ödənişlə. Başqa bir iki dənə də avtomobil var burada təbii ki, onları da göstərməyə çalışıram. Almaniyada son dönəmlər BMW X1 Almaniya şəraiti üçün ən ucuz avtomobillərdən biri sayılır BMW-lərdə baxanda. Amma X1 modelləri bu arada nə Azərbaycanın da Almaniyada o qədər sevilən bir. Nə qədərdir? 550. Bu arada 550 kreditlə bu avtomobilə misal üçün sahib oluna bilər. Almaniyadasınızsa əgər. Digər bir avtomobil BMW 4-cü seriya. Kupe. i4 M50 Grand Coupe 54.505.000 avroya. 2022-ci il PS-ni hardan gördün? 544 PS. Bu faizinə baxmadı. O nə qədərdir? 3%. Bu arada 3%-dən bu avtomobilə misal üçün kredit şərtləri sizə təklif olunur. Bu kredit şərtləri nə deməkdir millət? Onu ilk dəfə sizə izah edeyim. Misal üçün siz avtomobili alanda 90% insan dostu bu formada alır. Avtomobil krediti götürür. Avtomobil kreditini misal üçün 10.000 ilkin ödəniş edirsiniz və 5.000 edirsiniz və ümumiyyətlə ödəniş eləmirsiniz. Ondan sonraki hissələri 3 ilə 5 ilə bölüb, misal üçün 2.6% gördünüz bayaq, o faizlərlə ödənişlər edirsiniz. Misal üçün bu avtomobilin qiyməti gəlir aylıq 469 avroya sizə başa gəlir. Bu da Almaniya şəraitində orta bir maaş alan bir şəxs üçün əslində böyük bir məbləğ deyil. 469 avro aylıq onlar üçün kifayət qədər normal bir məbləğdir. İstəyirsə digər avtomobillərin bir neçəsində də keçim. Bir də nə olur? Niyə 469 avro? Çünki hesablayanda ortalama 5 ildən sonra 469 avrodan o qiymət ödənmiş olmur. Misal üçün 10.000 ilkin ödəniş edirsiniz, qalan 15.000-i sizin üçün bölürlər və yerdə qalan nə qədər pul qalırsa onları son rəqəm kimi sizə təklif edirlər. Misal üçün 5 ildən sonra avtomobili əgər almaq istəyirsinizsə, gəlirsiniz o yerdə qalan məbləği ödəyib avtomobili götürürsünüz. O deyir ki, o vaxta qədər pul yığ. Və yaxud da ki, ikinci bir variant odur ki, avtomobili yenidən kreditə salırsınız və qalan o məbləği də yenə 5 illik, 10 illik kreditlərə bölərək ödəniş edə bilirsiniz. Bir digər model BMW i4 e-Drive 35. Bu da Grand Coupe'dir yəqin ki, 43.505-ə aylıq 369 avro ödəməklə bu avtomobilə sahib ola bilərsiniz. Rəngi də bu arada babatdır. Bu da 4-cü seriyalı səhv eləmirəmsə. Bir digər aktual modellərdən biri G30 Kuze 520D limuzin. 2022-ci il 190 PS ilə 33.995 avroya, aylıq ödənişi cəmi 299 avro. Kifayət qədər aktual modellərdən biri sayılır. Düzdür, limuzin modelləri o qədər da Almaniyada sevilməsə də, misal üçün arxada deyil, bir dənə də furqon var G30 M paketdə özdə. Bunun qiymətinə baxaq. Belə bir hibrid, plug-in hibrid bu arada avtomobil var.
BMW 530 X-Drive Touring 360. 40.505 avroya 359 avro aylıq ödənişlə bu avtomobilə sahib olmaq olar. Furqon G31 də bu arada pis deyil. Mən çox tərəfdarıyam. Özüm F11 sürdüyümə görə, amma F11'in görünüşü bundan 1000 dəfə qəşəngdir. Şəxsi fikrə görə. Görürsünüz, Almaniyada avtomobil sahibi olmaq o qədər çətin deyil əslində. Misal üçün kredit şərtləri o qədər uyğun sizə gəlir ki, istənilən avtomobili 300, 400, 500 avro aylıq ödəməklə sahib ola bilirsiniz. Mütləq deyil ki, bütün avtomobillərin nağd ödənişini ala bilirsiniz. Misal sport bir model istəyirsinizsə BMW 2-ci seri kupe. Bu avtomobil modeli Azərbaycanda o qədər aktual olmasa da Almaniyada kifayət qədər sürülür. 35.900 avro nağd qiyməti var. 279 avro aylıq ödənişlə belə bir sport avtomobillərə sahib ola bilərsiniz. Başqa nələr var orada? Orada bir dənə qəşəng X6 var. Onu da gedə göstərə bilsək, gəl. Bu arada arkada bu hissənin arxasında BMW-nin rəsmi servisidir. Orada yeni avtomobillər satılır. Burada isə sadəcə istifadə olunmuş avtomobillərdir. BMW X6 M50i modeli. Bu avtomobilin qiyməti 64.905 avrodur və aylıq 555 avro ödəməklə belə bir möhtəşəm avtomobilə sahib ola bilərsiniz deyəcəkdim, amma ki burada babat bir dənə cızığı var. Olmaz ya, bu nə oldu? Öldü mı? Bu maşının qiyməti də ona görə yəqin bu qədər aşağı düşüb. Normalda 64.000 olmamalıdır. Amma iç zadı çox qəşəngdir. İçinə zadına fikir ver. Çox səliqəli maşındır. BMW X6. Yəni sözümü nəyə gətirib çatdırıram ağa? Misal üçün sən Azərbaycanda bu avtomobili bu kredit şərtlərini ala bilmirsən. Azərbaycanda maşınlardan bunu kreditindən almış. Kapat. Kapat. Nağdı verən burada da verir, amma ki kredit şərtləri ilə bu avtomobillərə sahib ola bilirsiniz. Fərq odur. Misal üçün aylıq 300, 400, 500 avro ödəməklə istənilən BMW modelinə demək olar ki, əl çatandır. Yəni sözümün canı odur. Ümumiyyətlə videoların bir neçə yerində bunlara toxunmuşam. Sadəcə ətraflı məlumat heç vaxt verməmişəm. Avtomobili ya leasing şərtləri ilə yeni avtomobil ala bilirsiniz və yaxud da ki avtokreditlə, misal üçün ikinci əl avtomobildə avtokreditdə alıb sala bilirsiniz. Leasing şərtləri odur ki, misal üçün yeni 0 kilometr avtomobili kirayə eləyirsiniz ömrü boyu. 3 ildən sonra gətirirsiniz avtomobili yenidən qoyursunuz. Məsələn 2025-də, 28-ci ildə gəlirsiniz, yenidən bir avtomobil götürürsünüz. Yenə onun başlayırsınız ödənişini eləməyə və ömrü boyu avtomobil sizin olmur, amma ömrü boyu da yeni avtomobil idarə edirsiniz. Bu tip bir müsbəti, mənfiləri var. Avtomobil kreditində isə fərq odur ki, 3 ildən sonra geri gətirib qaytarmaq istəsəniz şərtlər qoyurlar sizə ki, misal üçün bu şərtlər ödənilirsə qaytara bilərik və yaxud bu tipdə. Amma ki çox belə kəskin şərtlər qoymurlar. Misal üçün leasingdə şərt var ki, bu qədər probegi keçmə, amma ki avtokreditdə o tip şeylər adətən sizə qoymurlar. Misal üçün leasing şərtlərində əgər siz 15.000 kilometr şərt qoymusunuzsa illik, onu keçirsinizsə avtomatik əlavə ödəniş eləməli olursunuz. Bəzi şirkətlər ümumiyyətlə, yəni bəzi firmalar ümumiyyətlə avtolizinqi ləğv edirlər və sizə deyirlər ki, qardaş, avtomobili al, get, geri almırıq. Dur, Elgiz. BMW ikinci əl avtomobillərindən bu qədər, əlimdə olan bu qədər avtomobil var idi. Bunları sizə çəkib göstərə bildim. Əgər başqa modellərin də ikinci əl avtomobillərini istəyirsinizsə, onların da videolarını növbəti vaxtlarda kanalda görə bilərsiniz. Bunun üçün şərh bölməsinə sadəcə fikirlərinizi yazmağınız bizim üçün önəmlidir. Videoları bəyənib kanala abunə olmağı unutmayın. Növbəti videolarda görüşənədək.